Sabit müəllim, hoş gördük. Siz ara, bura hara. Heç ağlıma gəlməzdi ki, burada görüşək. Siz məni şəxsən tanımasanız da, eybi yoxdur, eybi yoxdur. Nə yaxşı mənim vaqonuma çıxmışsınız. Çox şadam mən ölüm. Bu saatində, bu saat gəlirəm. Axşamınız xeyir. Əlbəttiniz xeyir. Yaman istidir bura. Demin, bərk istidir. Heç nəfəs alma olmur. Açaq bu pəncərəni. Nahal zəhmət çəkməyim. 2 saat əlləşmişim. Açılmır ki, açılmır. Fələyin bağlı qapısı kimi şeydir bu da. Mən bizim poyuzlar elə belə gördüm. Qışda cəmaatı vaspilin elərlər, pəncərlərsini saltarlar. Yayda da ki, mıxlı, şələrin belə mıxlayırlar ki, saçmaq mümkündür. Neyləmək? Siz də mənə üçün pəncəyə çıxarım, soyunmaqdan başqa çarə yoxdur. Gerək bağışlayın. Yox, xoş çıxarım, mən də soyunmuşum. Mineralli sudur. Badamlı. Ürəyiniz yananda içərsiniz. Çox sağ olun. Sağ olun. Nə zəhmət çəkirsiniz? Sərindir, buyurun. Sağ olun, hiç. Çok sağ olun. Sağ olun. Sucan ömrünüz olsun. Asla. Buyuruz. Çox sağ olun. Siz? Mən onun dadını heç bilməmişim. Hə? Gerək çıxam. Neyle çəkin burada? Yox. Mən içmirəm, sağ ol. Heç bilirsən, qonşun kimdir? Kimdir? Sabit Mirzə. Kim? Sabit Mirzə. Artist. O, kinoda zatda oynayır. Deyən. Deyirəm axı mən səhərdən bunu kiməsə oxşadıram. Düz, televizorda. Televizorda çox görmüşəm. Bir nömrəli artistim mən ölüm. Allah canını sağ eləsin. Elə. Nə yaxşı tanıdı məni. Maşallah, yaxşı artist. Maşallah. Aynen o qədər. Nə lazım olsa, mən hazır. Sağ olun. Bircə pəncərəni açdınız bəs. Pəncərəni bu saat. Doğrusu acizəm. Necə deyərlər, mən girən koldur. Onu elə mıxlamırlar ki, bir də açılsın. Başqa nə qulluğunuz olsa, mən canla başlarım. Sağ olun. Elə. Onda mən bu saat gəlirəm. Yandırma olar. Yoldaş arkadaşım, çay buyurursunuz. Buyurun.
Prokuror rolunu oynamağın hoşuma gelmedi. Pis oynuyorsan. Bu əsəri çoxdan çıxardıblar repertuardan. 2 ildə oynamıram prokuror rolunu. Yaxşı edirsin. Yalandan oynamaktansa belə oynamamak məsləhətdir. Mənim prokurorumun nəyi sizin xoşunuza gəlməyib? Sen burada prokurordan çok xeyirxah müəllimi oxşayırsan. Prokurorlar sen oynadığın kimi olmurlar. Elə danışmırlar. Day, nəyə də bilməsək, sahiyə belədir ha. Ne acaba? Güzarın bir yerlere düşüp. Teatrımız burada qastroldadır. Truppa qaldı, mən gerək səhər şəhərdə olam. Təzə filmə çəkilirəm. Deyəsən yorğun arğın çatacağım Bakıya. Bu kupədə dincəlməm mümkün deyil. Niye? Pəncərəsi açılmır. Pencere İçəri təndir kimidirlər. açılmıyor. Ha! 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 Senden ama. Ara bakır ya bu. Senden ama git o kan doktorluğuna götüreceğim buna. Yine yoldaş Dada Şov çağırır. Bu dünyada tekçe ölüme çare yok. Ne var ne oldu? Ne lazımdı yoldaşlar? Üçünün kupesindeki o pencere bağlıdır. Onu aç sana 5 dakika bak veririm. 5 dakika. 5 dakikayı aça bilmərəm mən. Ayakçı olsun 10 dakika tezile. Ha? 10 dakika tezile. Bu saatte. Kimdir bu adam? Neçə olduğunu bilmirəm. Amma qırımından prostoy adama oxşamır. Naparnikimdə xəstələnib, reysə çıxmır. Qalmışam tək. Bu zalim oğlu da ora bura dartmaqdan lap boğazımı bura yığıb. Neynim də? Nəfəsimi kesib də. Bayağı gördüm. Filtresiz sigara çekirsen. Al bundan çek. O sana yaraşan sigaret de öyle. Yox, sağ olun, mən elə bunu öyrəşmişəm. Evet. Bağışlayın. Ben de çeken de öyle hem. Herden öyle. Sıkırdıram. Ne lazım cibe de ziyandı, cana da ziyandı. Sabit Mirza. Sabit Mirza. Saçın tez akarım. Ama gerek ki yaşta benden kişi olasın ha. 40 yaşın içindeyim. Vay. Yaşlıdır ki. Ama böyle televizyonda böyle caboy görselsen böyle elini küreği bildi nasıl. Ama o kadar da caboy dörsenmiş ha. Hazır. Başqa nə qulluğunuz var? Kurulu olanda çağırtırdı. Onda məni. Yoldaş dadaşım, yatmaq istəyirsinizsə pastelinizi düzəldim. Yok hele yatmıram.
Ama düzelt de pastel vagonu yanaşıqdır o qalsın. Məni bağışlayın, mən dincəlim, yorğunam. Gecəsi xeyrə qalsın. Olar, olar. Ah. Deyəsən açıldı, hə? Ha? Pəncərə. Ha? Ha? Bağışlayın. Çok sağ ol. Çok sağ olun ki bu pencereni açtırdınız. Temiz havayla nefes aldık. Yoksa laf köleğimizi kesmiş. Çox sağ olu Dadaşova deyin, o açdırdı pəncərəni. Dadaş o kim? Burada kimin ağzı nədir, onun bir sözünü iki eləsin. Buyurdu. Neyse. Deyirəm. Bağışlayın. Bəli. Deyirəm ne yaxşı. Ne yaxşı ki belə üzbə surət bir kupeydə yol gedirik. Evet, səhərdən siz bu kupeye girəndən belə fikirləşirəm. Mən sizi harda görmüşüm, harda görmüşüm. Yaxşı ki, bələdçi yadıma saldı. Televizorda çox görmüşüm sizi. Maşallah, maşallah. Siz televizora çıxış eləyəndə bütün ailə üzvləri, hamı, külfət, uşaqlar yığışırıq televizyon ətrafına. Sağ olun. Vallahi elə doğru sözümdür. Hamısı çox sevirik. Hamısı. Çox sağ olun. Maşallah. Ha. Ha. Adım ne daşı? Annensiniz? Ha. Adım Kasım'dır. Ha. Kasım kişi. Eşi. Yatanda sesin çıkmır ki. Ne buyurdunuz? Deyirəm, yatanda xorullanırsan ki. Deyilene göre herden bir korukluyorum. Sağlığı var. O da yorgun olan da. Niye? Daşsaq daşımırsan ki. Vay, böyle düz damlısız. Taşla taşıyıram. Sementi taşıyıram. Kerpiç, torpak. Bizim işimiz öyle oldu. Tikinti işleyirəm. Özüm de samasval sürürəm. Şu bir babayım da. Şimdi de Bakıya gedirəm. Təzə maşın getirdi. Ki, samasvatlı işleməkdən rəngi rufum da saralıb. Nətər eləyək? Ki, səhər durur, canına bak, bal ye, qaymaq ye, gün orta ayran ismi nədir? Əgər doğrudan xoruldayacaqsansa, yox yox, sənin özünü keçidə başqa küpə kişini narahat eləyərsən, ayıb yaşçılıq. Yox, indi Sabit müəllim mənə bağışlasın. Nəyimiz olmasa da indi qanacağımız çatar. Sabit müəllimlə rahat eləmərik. Nə olar ki? Salam verik, salam verik. Nar var, nar, Güleysan arı, Melesen arı,
Gəlay müştəri, narı al sən onu tez ya. Gör içindən ama qanını artırır, keyfi də artırır. Qurtardı gəlir, bir xeyir verin. Tek çıxıb gedib, çox sağ ol deyim. Necədir? Mələsə narı. Göyçay narıdır, əla qəz kimi. Necədir? Neçədir? Ciddi bir muat ucuz əbi. Üçü bir mi? Bəli. Üçü bir mi adımlar? Şunların indi baxdı beləsə, nə oldu bu? Öyle mi? Gəvrəmi? Mələsə narı. Ciddi bir muat ucuz verim sənə. Əladır. Gəlay müştəri, nar var, nar. Sağlam ol dayı, sağlam ol. Nardan neydi çeki? Nar değil, müəccümdür. Glikozadır. Baldır, bal. Məhdiyə düşdü mi? Mən ölüm, pravoy keçir qana. Nar nədir, hə? Bir kasa qan. Özü də pervi qurub və mən ölüm. Ürək məlhəmi. Can yalnız. Davlenin atasını yandırır, mən ölüm. Hələ bunun qabığı ki quru deyil, sağ onu hələngdəstə döy. Sonra dəmlə çayı vur bədənə, gör nə görərsən. Mən ölüm, ömür billah səndə xəstəlik olmaz, doktor özü mənə deyib, əla, ciddi bir muad. Dardın hə? Neçəyə versin? Ciddi bir muad, mənə sən arı. Güya sən cütü 5 manatı versən biz onu ala bilmərik. Ha? Görüm dönüş. Baş. Yandan düşsən ha. Kırdalara düzədiniz mi sen? Ver bak ben elimi batırmayayım. Şeyle onu apar boşluk beyden denen sessin 5-6'ına. Baş. Pul da orada pencerenin cibindedir. Denen ki yoldaş Dadaşov gönderdi yaşlılarından sessin koştum ona. Nurşizem başla. Nar var nar gəlay müştəri. Maaşlı Sarp müəllim sizə təklif eləmədim. Bəlkə meyliniz çəkirdi biraz. Ehtiyatsızlıq elədim. Sağ olun, onsuz da üstünüzdə pulunuz yox. Nə olar? Məndə yoxdur. Qasım kişi də var, onun canı sağ olsun. 5-6'dan almaq mənim bəyəm. Doğrudan yol gedirik. Yox, Biz dördün beş. Zəhmət çəkməyin. Yoldaş dadaş öz zərəfət eləyir. Narların hamısını getirdim yoldaş dadaşım. Vedresiyle bir yerde. Bir vedranların elini sənə, hə? Həyətdən nar bağı salım hiç yer. Vardı da lazım olar uşaqlara filan ha. Fatih? Bəli. Gəl otur. Salam melek. Yok. Bak burada sigaret çəkməyi qadağan edirəm. Mən tüsüdə otura bilmirəm, düzlərdən çəkirəm ama tüsüdə oturamam. Ben anadan gelme çeken değilim. Ben de öyle onu hiç adını da bilmemişim. Ben nətər gəlir? Sen ne diyor dadaş? Ben nasıl? Bəri görüm ben. Buyurun, eşdirəm. Adın nədir? Adım Vezir'di. Nədir? Vezir'di. Erken görme. Bu da gel. Halsı padişahın veziri sana. Evet deden bir sana bir gönlü at tapabildi. Vezir. Vezir. Ne bakırsan ne? Ha? Senin minnetin olsun ki yoldaş dadaşım seninle zarafat ediyor. Senin tanıyıram sizi 5 parmağım kimi. Pranam sen? İdareniz Bakıda da özün bizim o rayonda peşe teknik mektebini təmin etdirirsiniz. Özde bilirəm nətər düz demirəm ha? Beni ardın tanıyorsunuz. Sen gerek birinci məni tanıyaydın. Rayona gələndə girip soruşaydın ki ay yoldaş dadaşım. İşin ne tərdin, ne lazımdı, ne kulluk eləyək?
Yağmasaydın da bari gürüldeyeydin. Cavandı, səhvini düzəldər inşallah. Öylədir. Yeter gedir orada təmin işleri. Biraz material çatışmır yoldaş Dadaşov. Çalışmaz da zalim oğlu. O təhər ki siz işləyirsiniz, çətin o material. Sən ver bax. Qaydamdan sonra gəlib bitcə hamısını yoxlayacağım. Buyurun, gözünüz üstə yeriniz var. Sen görme. Bəli. Vagon restoran buradan çok uzaktadır. Onlar da 1-3 vagonluq yoldur. Gidersen oraya. Dilen ki 3-4 botul yaxşı lumlat versin. Bəli. He. Sərindən olsun. Baş üstə. Ver bak. Bəli, bəli. Hatta yola tərəsən. Denen yoldaş Dadaşov gönderip yaxşı bir yönlü bir lumlat versin. Baş üstə. Lazım. Lazım deyil. Ana be. Dadaşov nəşidir. Balaca adama oxşamır mən ölüm. Görmürsən hökmünü? Ha. Nasım kişi? Bəli. Buyurun, eşidirəm. Ha. Şadan qaptan nəyim var ay Qasım kişi? Evin, eşiğin. Ağacda yaşamırıq. Sağlığımıza evimiz de var, eşeğimiz de var. Arvaçağımız da var. Kubik daşlar 2 mərtəbəli bir ev tikdirmişəm vallahi içində at mincab. Bir demir darvaza koydurmuşam ki rayonda tayı bərabəri yoxdur. Elə 2 göz istəyir gəlsin tamaşasına. İki mərtəbəli ev. Bəli, 2 mərtəbəli ev. Dəmir darvaza. Demir darvaza. Həyətdə hovuz. İstesem hovuz da olar. Hovuzun içində balıq. Laf belə qızılından. Qasım kişi. Uşaqlardan işləyəni var. Xeyr, işləyəni yoxdur. Elə özüm işləyirəm. Məlumdur. 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 Deyən görürüm. Necəni məlumdur? Nə məlumdur, hə? O həyət bacanı 2 mərtəbəli evi dəmir darvazanı Samasvatda işləməklə düzəltmisənsə diribaş adamsın. Buyurun. Buyurun. Başka bir qulluğunuz yoldaş Dadaşov. Qulluq olanda çağırtdırırıq, get. Başla. Buyurun. Geç. Özün de buralarda ol. Fəxri düzdür, lazım olacaq. Aç. Selamünaleyküm. Selam Mülük. Açı. Ne olur? Her iş ne olmuyor bence. Ha. Naçani poysensen. Akı ne olur be ya? De boy. Deyirəm naçani poysensen. Aa. Demir yolunu çoktan işleyirəm. Hə yox. Hə yox. Fatı. Açı deyirəm ki sen bu naçani poyz neçə il işləyirsən? Aa. Akı bu sual. Ha. Ha. 5 yıldır Naçanik faiz vəzifəsində işləyirəm. Həmişədən mükafat almışam. Ayfı mükafata. Səhvini düzəldər inşallah. Açı sənin vagonuna minməyə də peşman olmuşam. Bu restoranda bir lokma çöyle yok kağzına atırsan. Bağışlayın, dizi restorana malı biz vermirik. Bu barədə bizim taksirimiz yoxdur. Ne lazım olsa təşkil edərik mən ölüm. Kişidən sor.
kişiler, sərnişinlərin qayğısına qalmaq lazımdır. Sərnişinlərin. Ben özüm kim demirim. Ben lazım olsa her stasiyona bir konaklık peşine ettirerdim. Sonra diller ki bu dadaşım yaxşı adam değiliz. Bu dadaşım. Bu dadaşım. Beni halları görəndə özünü nətən saklasın. Hər nə lazımdır. Təşkil edə bilmədim. İstəməyin. İstəməyin. Ha. Fatih kalk. Ha. Ha. Deyirəm, bəlkə bir maraqlı söhbət eləyəsən, Sabit mən. Pis olmaz. Bağışlayın, mən maraqlı söhbət eləyə bilmirəm. Vay be, o səhnədə televizorda danışırsan, deyirsən elə, ha? Nə olardı? Burada da. O səhnədir də. Özgənin yazdıqlarını deyirəm. Əzbərləyib çıxıram tamaşaçıların qabağına. Ama olsun. Mətəl eləyəndir. Elə bil ki, burada bir balaca bir səhnədir, ha? Sən də bir yaxşı deyirsən, biz qulaqsın, nə olasıdır ki? Buna doğrudan da səhnə hesab eləyə bilərəm. Amma mən də tamaşaçıyam, söz sizindir. Buyurun. Hayf ki, başkalarının sözünü ezberleyip ezberleyebilmirəm. Bir kitab söz əzbərləyib, o boya cəmaatın qabağına çıxmaq özü böyük bir hünərdir. Bax, doğrudan Doğrudan, özdə hər kəsdə olmayan bir hünər. Qasım kişi, icazə, kişi, səni bura vəkil qoyublar, nə qoyublar da? Qoy. Ha. Deyirəm, bəlkə bir... Bəlkə bir şeir oxuyasan, qulaq asaq. Yaman deyilsən o televizorda. Yenə o bağ olaydı, yiyib içmək olaydı, tar çalaydı. Yaman deyil ona. Denəm də qulaq asaq, nə olarsan mən. Necə oldu gedir? Bu olmaz ki. Mən... Sənin elə şairlər var ki, desəydim ki, gəl otur burada, şeir yaz. Şeirini qurmamış, nə oxu gəlib oxuyardın, nə olur, nətədir ki? Deyirsən də. Şeir yaxşı şeydir, onun da gərək xiridari olar. Bura şeir məclisi deyil, şeir məclisi deyil. Qasım kişi, icazə ver, mən deyim ki, bura nəyin yeri deyim, nəyin yeri deyil. Səhvin düzəldər inşallah. Fatih qalq. Ged oradan 3-4 nər getir görüm.
Naçalnik göndərir. Çək onları gör. Ehmallı ol. Ha. Buyurun. Ver. Sağ. Hereye biridir. Fatih kalk. Fatih otur. Fatih Ben sen uşaqlıqda yetim olmamsan. olmuşam yoldaşla da şu. Ancak tütüğü yok. Yarımçıq yetim olmuşam. Canım üçün yalan deyir. Yetimlər əl açıq olur. Sən yarımçıq yetim olmuşsan, ona görə də almağı daha çox xoşlayırsan. Ha. Buyurun. Zaten görün ben. Bəli. Papağanı düzəldə. Bu tarafa yok o tarafa. Neyini be bu? Sen niye qandıqlı olmuşsan? Bəs kim olaydı? Kişip, samas var süre. Kişip, Ticarette işleyer. şehir diye, hep qandıqlıdır ne de, ona buna döşəyi paylamak işi sənətidir. Neyini mi? Arvadlar gəlib işləmir. Çarəmiz nədir? Mən ölüm. Fatih qalx. Ha. 2 dəfəliyir, hə. 2 dəfəliyir. Hə. Sağ ol Arfad. Belə. Deməli, belə. Nətər? Hə. Sarp müəllim. Sağ olun, mən içmirəm. Qasım kişi. Ben onun daşını çoktan atmışım arkadaşım. Fatih. Ben... Ha, yok yok. Ben madem xəstədir ki, her il yesintikiye gittim. Fatih. Mənim sözümü yerə salırsan. Üzr istəyirəm. Dönə üzr istəyirəm. Bax, 10 qram içsəm ha, mütləq ölərəm. O saat ölərəm. Mənə olmaz. Fatih qalx. Sroşlu mənim məclisimi tərk elə. Sroşlu. Ha. Qalx görmə. Al görüm bunu. Nə lazım? Görüm. Al. Olmaz mən ölüm. İş vaxtında. İş vaxtında. Biri o tiyatrda deyir. Bebe, Bəli. bas bayrağı. Bebe, bas bayrağı. Nə lazım? Bu ne? Bebe yani bas bayrağı bu.
Boş. Ha. Ne oldu ya bu? Deyirəm, sabit dincələ bilməlisən. Ha. Uzanın, dincəlin. Ha, bu nedir bu? Ha, bu vagonda bir adam yok ki gelsin benimle bir balaca içecek. Ha? Bu ne be? Bu nefer vagondu? Ha. Şampan. Canım için şampan çatmış. Evet, ben görüm şampansız meclis olur. Ha, bizi, evet. Ha, bir de görmem. Bəli. Ay o gecəni. Ayaqdan vəzir o padşahın sağ əli. Getdi. Çamadanlarını da götürüb keçdi o biri vagona. Dedi daha gelmiyor. Məndən qaçdı, hə? Məndən qaçdı. Neynək? Neynək? Eyb yoxdur, onunla da görüşərik. Neynək? Qaçmağını bilmirəm. Amma getməyinə getdi. Yaxşı, işin qol. Başqa bir şey. Get, sağ ol. Ha. Qasım kişi. Deyirəm, bəlkə şampans qalmağa sən gedəsən. Hı? Necə? Ha, özüm özümə borçluyam, dədəm dədəmə borçlu. Ha? Ha, böyle adamsan diye indi, senin ayağının altında torpaq olmalıyız biz. Ha, birini ora kaçırdırsan, birini buna kaçırdırsan, ne kara sakkal kanırsan, ne ak sakkal bilirsen, ha, kanımızı seherden it kanına döndermişsen ha. Çık kupeyden bayla görün. Qasım kişi, mənə birləşmək peşman olarsan. Ha, neyini yiyeceksen bana ha? Lazım olsa eləyərəm. Şoferin işində bir şey tapmaq olar. Parmağımın bircə işarəsi kifayətdir ki, səni çəksinlər ortalığa. Ha, axı mən neyləmişəm? Vay. Heç dəxli var, işə düşmədi oturduğumuz yerdə. Ha, bir yerdə kupədə yol gedirik, yol yoldaşıyıq. Hörmətli artistimiz oturup burada. Ha, her şeyin bir yeri var. Da indi böyük adamsan diye biz prokuror qarşısında deyilik ya, biz müttəhim deyilik ki. Ha.
Bəlkə mənə də bir iş buyurasan. Bilirim. Bayaqdan hamınızı dilxor eləmişim. Hamınızı boğaza yığmışım. Özümü iki xana aparırım. Ama bu boyda vardığında bir adam da cürət edeyim soruşa bilmir ki. Akay! Akay yoldaş Dadaşım. Dadaşov. Ak sen kimsin, kim? Bak sen kimsən yoldaş Dadaşov? Mən çəkməkçiyəm. Çəkməkçi. Yırtıq ayaqqabılara yamaq vururam, yamaq. Təəccüblənməyin, mən doğrudan da çəkməkçiyəm. Rayonda bazarın gireceğinde balaca bir butkam var. Orada yırtık ayakkabılara yama vururum. Hamısını bak. Bu elədi bu. Fethullah. Kupeye girəndə ne bileyim giyinmez ada baktı beni böyük adam kimi almak istedi. Özü kupeye giren kimi familyamı soruştu. Siz təsəvvür edirsiniz adımı yok. Familyamı soruştu. Familyamı. Sorur kendim ki ticarette işleyir. Yerevan'dan mal getirilmiş. Böyle adamlara kulluk göstermek için elden ayaktan gelir. Bu vezir padişahın sağ eli. Oradan da bizim rayonda peşe tekniki mektebini təmir ettirir. Bakıdan gel. Ama siz mənə inanın ki ne kadar sementi kafile olamına satır. Ustalar aparır şəxsi evlerde işledir. Ona göre de biraz sola tutan kimi dili topuk çaldı. Çünkü gözü kölgelidir. Kölgelidir. Kasım ki. Kasım ki. Hoşum geldi. Məğrur adamdı, mərd adamdı. Kişi adamdı. Görünür haram dike yemeyip gözü körgeli değil.
Kaldı bunlar. Konduktur. Ne bileyim, Qatar reisi. Ne bileyim. Bunların da günahı çok çok. Günah. Günah özlerindedir. Kimin ki gözü kölgelidir. Kim ki haram dikey yiyip ona hok gel o saat dili topuğu çalacak. Çünkü kain koplular diyeyim. Canları çıksın, temiz yaşasınlar, temiz. Adamları gözü kölgelileyen onların natemizliğiydi, natemizliği. Temiz ad her şeyden ucadır. Ucadır. Temiz ad. Ama familyam doğrudan da Dadaşov. Çekmeci Dadaşov. Pineci Dadaşov. Kasım ki. Koyuncu bize lazımdır. Buyurun. Gel ha. Oturak. Bağışla Kasımış. Bağışla. Akı ne için böyle olur? Ne için? Ha,